Orxan bəy, boşanmağa hazırlaşıram. Hansı məqamlara diqqət etməliyəm? Ümumiyyətlə cəmiyyətimizdə hal-hazırda belə bir tendensiyada müşahidə olunur ki, vəkillərin boşanan şəxslərin barışması üçün hər hansı addım atmayacağı düşünülür. Lakin bu belə deyil. Kollegiya tərəfindən də bizə qoyulan tələblərdən biri odur ki, çalışmaq lazımdır ki, boşanan tərəfləri maksimum barışığa gətirmək və o ailənin davamlılığını təmin eləməyə cəhd eləyək. Bu həm də Konstitusiyamızdan irəli gələn bir müddəadır ki, biz vəkil olaraq ailənin dövlətin özəyi olduğunu başa düşür və bu məqsədlə addımların atılmasında, bu ailənin qorunmasında öz töhfəmizi də verməyə çalışırıq. Lakin hər bir halda bu cəhdlər effektiv olmaya da bilir. Yəni tərəflər boşanmada israrlı ola bilərlər. Belə olan halda isə diqqət yetirməli məqamlar nələrdir? Ən əvvəl nəzərə almaq lazımdır ki, tərəflərin birgə nikahdan övladları varsa, bu birmənalı olaraq məhkəmə qaydasında pozulmalı olan nikahdır. Uşaqların hansı valideynin yanında saxlanılması, həmin uşağa görə ödənilməli olan aliment, birgə nikah dövründə əldə olmuş əmlakın bölgüsü, uşaqla ünsiyyət məsələləri, uşağın ölkədən giriş-çıxış məsələləri hamısı diqqətdə saxlanılmalı məsələlərdir. Bəzən tərəflər sırf biri digərinin prinsipinə gedərək boşanma prosesini çox böyük bir ajiotaja çevirirlər. Mən məsləhət görmürəm bunu. Nəzərə almaq lazımdır ki, belə ailələr daha çox övladlarının gələcək planlarını, gələcək həyatını nəzərə alaraq mediasiya prosesində və ya məhkəmə zamanı barışıq sazişinə gəlməklə bütün prosesləri nizamlaya bilərlər, alimenti həll edə bilərlər, əmlak bölgüsünü həll edə bilərlər, atanın və ya ananın uşaqla ünsiyyət məsələsini həll edə bilərlər. Bunların hamısı tərəflərin birinin digərinə olan xoş niyyəti əsasında həll oluna bilən məsələlərdir. Bir vəkil olaraq da tərəflərə hər zaman tövsiyəm məsələnin barışıqla həlli yolunadır.